Salam əziz müəllimlər. Bugün sizinlə oduncağın yonulması mövzusu haqqında öyrənəcəyik. Gəlin müəllimlər, keçək mövzumuza. Məlumatın düz və hamar səthə malik olması üçün onu yonmaq lazımdır. Bəli, bu haqqda məlumatımız var. Pəstahları müxtəlif yonucu alətlərin köməyi ilə yonmaq olar. Doğrudur. İndi birazdan sizinlə yonucu alətlər haqqında danışacağıq. Yonucu alətlərin ən geniş yayılmışı şirxebeldir, rəndədir, füqandır. Bunlardır. Hal-hazırda burada üçünün adı qeyd olunub. Belə bizdə də testlərdə də bizdən üçünün adını istəyəcək. Yəni şirxebel şəkil A-da verilib, rəndə B-də, C-də isə füqan verilmişdir. Şəkillərə də müəllimlər diqqət edin. Daha sonrasında davam edək. Deyir, bütün yonucu alətləri demək, hissələri burada göstərilir. Bütün yonucu alətlərin hissələri taxta və ya metal qəlibdən, bıçaqdan, pazdan və dəstəkdən ibarətdir. Deməli, müəllimlər, burada diqqət edəcəyiniz bir hissə var. Hal-hazırda şəkil 2-yə baxsanız, burada yalnız rəndənin hissələri verilib. Amma biz orada demək bir hissəyə diqqət etməliyik ki, deyir ki, bütün yonucu alətlərin hissələri bunlardırsa, deməli, həm şirxebelin, həm rəndənin, həm də füqanın, onların da hissələri bu dördü olacaq. Gəlin görək bu dördü hansıdır? Hal-hazırda burada rəndəni misal olaraq göstərib. Gəlin baxaq. Şəkil demək 2-yə baxsaq, 1-də göstərilib qəlib, 2-də bıçaq, 3-də paz, 4-də isə dəstək. Sizə məsləhətim olar ki, müəllimlər, bu hissələri çalışın ardıcıl şəkildə yadınızda saxlayın. Niyə görə? Çünki elə testlərdə də çox vaxt ardıcıl istəyir. Elə şəklin özünə də diqqət edin. Onlar ki, gətirib elə imtahanda salarlar ki, rəndənin hissələrini uyğunlaşdırın. Elə bu şəkildə verər. Bəzən olur ki, qəliblə dəstəyi müəllimlər asan şəkildə seçir, amma pazla biraz bıçaqda çətinlik çəkirlər. Deməli, bizim 2 bıçağımız olacaq, 3 pazımız olacaq. Yəni, bu hissəni qarışdırmayaq. Bir də ki, burada bir dənə də hissəyə diqqət edin ki, ola bilər ki, deyər ki, yonucu alətlərdə qəlib hissə hansı materialdan hazırlanır? Taxta və ya metaldan ola bilər. Yəni bu şəkildə verildiyinə görə biz də bu şəkildə götürəcəyik. Olar ki, digər variantlar da olar. Yəni o hissədə çaşmayaq. Daha sonra müəllimlər, şəkil ilə 4-ə baxsanız, burada rəndə ilə yonma göstərilib. Sol ilə hansı hissədən tutmaq lazımdır, sağ ilə hansı hissədən. İndi birazdan onun ətrafında sizinlə geniş danışacağıq. Çünki rəndə ilə yonma zamanı hansı ardıcıllıqla aparılır, hansı əməliyyatlar yerinə yetirilir, birazdan danışacağıq. İlk öncə oraya keçməmişdən əvvəl istəyirəm ki, gəlin biraz şirxebel, rəndə və füqanın bıçaqları haqqında danışaq. Şəkil 3-ə baxsanız, şəkil üstə A-da verilib, deməli, şirxebelin kəsici tiyəsi. Şirxebelin kəsici tiyəsi göz şəkillidir və biraz qabarıqdır. Hələ şəkilindən də görsəniz, görəcəksiniz ki, həm uc hissəsi göz şəkili, biraz da qabarıq hissəsi var. Rəndə və füqanda isə düzdür bıçaq. Hətta elə burada şəkil B-yə baxsanız, görsənir. Deməli, rəndə və füqanın bıçağı düzdür. Şirxebeldə isə yarım dairəvi, yəni göz şəkillidir və həmçinin də biraz qabarıq hissəsi var. Bir də bəzən əvvəllər belə bir suallar düşürdü ki, testlərə. Yonqarqıran hansı demək yonucu alətin bıçağıdır? Əlbəttə ki, biz orada götürəcəyik rəndə və füqan. Fikir verirsiniz, elə yonqarqıranın bıçağı düzdür, rəndə və füqanda da düzdür. Ona görə bu hissəyə diqqət edin, yadınızda olsun. Şirxebellər demək daha çox səthlərin ilkin emalının yonulmasında tətbiq olunur. Bu nədir? Yadınızdadırsa, biz təmizləmə alətləri keçmişdik. Təmizləmə alətlərində demişdik ki, kobud yonmanı, daha doğrusu kobud təmizləməni hansı alətin köməyi ilə yerinə yetirirdik? Əlbəttə ki, törpünün köməyi ilə. Ən böyük qatı onun köməyi ilə biz götürürdük. Yonucu alətlərdə isə ilkin, yəni kobud yonmanı, daha doğrusu şirxebelin köməyi ilə biz yerinə yetirirdik. Düzdür, şirxebel boyuna görə, ölçüsünə görə balaca ola bilər, kiçik şəkildə, amma götürdüyü ölçü hər birindən daha böyükdür. Rəndə ilə isə müəllimlər son yonma demək, hamarlama işlərinin aparılması üçün istifadə olunur. Şirxebel sözü alman mənşəlidir və kobud kəsmək üçün yonucu deməkdir.
Elə bax bu testlərə düşür ki, şərqi bir hansı sözdən götürülür və açıqlaması nə deməkdir? Demək, kobud kəsmək üçün yonucu deməkdir. Bu da ağlınızda olsun. Deməli, müəllimlər, digər indi hissəyə keçməmiş bir də izah verim. Şərqi ilə biz ilkin kobud demək yonmada istifadə edirik. Törpü ilə kobud demək təmizləmədə istifadə edirdik. Yəni ilkin olaraq demək ən böyük qatı onların köməyi ilə biz götürürük. Rəndə ilə isə demək yonma zamanı son təmizləmə, yəni hamarlama işlərini yerinə yetiririk. Yəni bunları bu şəkildə ağlınızda saxlayın. Bir də ki, müəllimlər, çalışın ki, mövzuları keçdikcə onları əlaqələndirin. Assosiasiya edin ki, yəni qarışdırmayın. Daha hansının fərqinə tez bir zamanda başa düşün ki, hansı hansıdır, hansı ilə hansı əməliyyatı biz yerinə yetiririk. Biz ümumiyyətcə təmizləmə aləti ilə yonma apara bilmərik. Yonma ilə də təmizləmə apara bilmərik. Ona görə bunların fərqini başa düşün. Yəni təmizləmə zamanı hansı alətlərdən istifadə olunur, yonma zamanı hansı alətlərdən istifadə olunur. Yəni bunları qarışdırmayaq. Daha sonra keçək mövzumuzun digər hissəsinə. Füqan rəndədən uzundur. Bəli, füqan rəndədən uzundursa, deməli müəllimlər, baxın füqan şəkil deməyi C-də verilib. Füqan hal-hazırda rəndədən uzundur. Bəli. Onda biz belə götürəcəyik ki, rəndədə şərqi beldən böyükdür. Yəni şəkil bizə bunu deyir. Daha sonra keçək digər hissəyə. Füqanla yonma zamanı demək uzun pəstahlarda hamar və yaslı səthlər alınır. Bəli. Bu hansı demək yonucu alətlə mümkündür? Əlbəttə ki, füqanın köməyi ilə. Pəstaha verstakda dayaq və paz arasında elə bərkidirlər ki, emal olunan səth yuxarıda olsun. Bəli. Niyə görə? Çünki biz əgər hər hansı bir pəstahın səthini emal edəcəksə, onu demək dayaq və paz arasında elə yerləşdirməliyik ki, həmin bizim yonacağımız hissə yuxarıda olsun. Yəqin ki, bu aydındır. İndi müəllimlər, digər hissəyə keçməmişdən əvvəl mən sizə burada kiçik bir məqamı nəzərinizə çatdıracağam. Ondan əvvəl istəyirəm digərlərini sizə deyim. Aşağı fikir versəniz deyir ki, dərindən yonmaq üçün ağzı yarım dairə şəklində olan rəndə. Yəni şirxebeldir bu. Bayaq da dedik ki, onun bıçağı qövs şəkillidir və biraz qabarıqdır. Və dərindən yonma üçün. Yəni ilkin yonma zamanı kobud. Yonma zamanı biz onu tətbiq edirik. Yaxşı müəllimlər, bəs deyin görüm, biz ilkin kobud təmizləmədə hansı alətdən istifadə edirdik? Aha, özünüzdə cavablandırın. Bəli, törpüdən istifadə edirdik. Deməli, bu hissələri qarışdırmayaq. Yonucu alətlər başqadır, təmizləmə alətləri başqadır. Füqan uzun rəndədir. Bayaq da elə onu orada qeyd etdim ki, füqan uzun rəndədir və füqan rəndədən uzundur. Rəndə isə şirxebeldən böyükdür. Onda şəklə əgər nəzər yetirsək, bundan, yəni bu nəticəni çıxara bilərik. Bir də müəllimlər, bayaq qeyd etdim ki, yonma zamanı deməli müəyyən bir ardıcıllıq var. Biz yonmanı hansı ardıcıllıqla aparmalıyıq? Bax, elə ilk mərhələlərdən biri budur. Digər elə hissəyə keçməmişdən əvvəl mən istəyirəm elə buranı nəzərinizə çatdırım. Pəstahı deməli verstak və verstakın paz daha doğrusu və də dayaq arasında biz onu elə bərkidirik ki, etibarlı olsun. Bərkitdikdən sonra bizim emal edəcəyimiz səth yuxarıda olsun. Bu bizim birinci mərhələmizdir. Yəni rəndə ilə yonma zamanı hansı ardıcılıqla edilir? Bax, bizim birinci mərhələmiz budur. Yəni pəstahı verstakda dayaq və paz arasında bərkitməklə başlayırıq. Daha sonra İkinci mərhələmiz gələcək. Sağ elə rəndənin arxa, sol əli ilə isə ön dəstəkdən tutmaq lazımdır. Bəli. Deməli, müəllimlər, bəzən testlərə ayrıca sual kimi də salınır ki, sağ əli ilə tutaq ki, ön dəstəkdən, sol əli ilə isə arxa. Bu yanlış olacaq. Deməli, sağ əli ilə biz rəndənin arxa dəstəyindən tuturuq, sol əli ilə isə ön dəstəkdən. Daha sonra üçüncü mərhələmiz gəlir. Yəni rəndəni emal olunan səth üzərinə qoyur və irəli itələyirik. Aha, dördüncü mərhələ isə yonmanın əvvəlində qəlibin ön, sonunda isə arxa hissəsini sıxırlar. Beşinci mərhələ də odur ki, yəni rəndəni əks istiqamətdə hərəkət etdirdikdə onu emal olunan səthin üzərinə qaldırırlar. Deməli, müəllimlər, biz rəndəni arxaya hərəkət etdirdikdə artıq o pəstahı kəsmir.
Ona görə deyir ki, emal olunan səthin üzərinə qaldırırıq əks istiqamətdə hərəkət etdirdikdə. Yəni buradan bu mənanı çıxarır. Daha sonra 6-cı mərhələ gəlir. Olunan səth düz və hamar səth olana kimi biz onun üzərində yonma əməliyyatını aparırıq. Yəni lazımi qalınlıq əldə edənə kimi, bizim istədiyimiz qalınlıq olana kimi. Gəlin davam edək. Əgər emal olunan səthdə tilişkələr yaranarsa, bəli, biz onu demək əks istiqamətdə yonmalıyıq. Bəli müəllimlər, bu tamamilə doğrudur. Bəzən görürsünüz, yonma zamanı və yaxud da ki, demək, hər hansı bir pəstan üzərində yonulduqda biz onu tilişkələr əmələ gəlir. Deməli, bu həmin tilişkələri nəzərdə tutur. Demək, tilişkələr əmələ gəldikdə biz onu əks istiqamətdə yonmalıyıq ki, artıq o tilişkələri biz aradan qaldırmış olaq. Yəni, burada onu nəzərdə tutub deyir. Deməli, müəllimlər, elə testlərdə də bu şəkildə düşür ki, bəzən deyir ki, rəndələmə əməliyyatının ardıcıllığını quraşdıran və yaxud da ki, ardıcıllığını düzgün sağlayın. Bu kimi test sualları ilə qarşılaşırıq. Deməyək ki, salmazda. Çünki nə olsun ki, rəqəmlə işarə edilməyib. Amma burada elə baxsanız, burada müəyyən bir ardıcıllıq olduğu hiss olunur. Və bəzən olar ki, düzdür, içərisindən bəzi şeyləri ayrıca test sualı kimi gətirib sala bilərlər imtahanda. Amma əsas, yəni rəndələmə əməliyyatının ardıcılığı bu olduğuna görə bunu elə bu şəkildə də gətirib imtahana sala bilirlər. Gəlin davam edək. Deyir ki, yonma zamanı pəstağı etibarlı bərkidin. Bəli, niyə bərkitməliyik etibarlı? Çünki tərpəndiyi təqdirdə həmin pəsta taxta da ola bilər, tir də ola bilər. Həmin dəyə bizim baş nahiyəmizə dəyə bilər. Ona görə hər hansı bir demək, güc sərf etdikdə o etibarlı bərkidilməlidir ki, yerindən oynamasın. Yalnız demək, bıçağı yaxşı itilənmiş rəndə ilə işləyin. Bu da doğrudur. Çünki bıçağı iti olmayan rəndə həmçinin də onun bıçağı küt olacaq, yaxşı da kəsməyəcək. Bizim pəstağı da demək olar ki, məhv etmiş olacaq. Ona görə burada deyir ki, bıçağı yaxşı olan rəndədən istifadə edin yonma zamanı. Rəndənin itiliyini əl ilə yoxlamaq olmaz. Bəli, bıçaq əlimizi kəsə bilər. Dülgər alətlərini, yonqar qırıntılarını yalnız taxtapazın köməyi ilə təmizləyin. Bu da doğrudur. İndi birazdan sizə bir fikir söyləyəcəm. Dülgər alətlərində verstaqın üzərinə yalnız yan üstə qoymaq lazım. Rəndədən biz istifadə etdiyimiz zaman dülgər alətlərini düzgün demək tutmaq lazımdır həmçinin. Deməli müəllimlər, burada xüsusilə sizin nəzərinizə bir neçə fikir çatdıracağım. Onlar nədir? Yadınızdadsa biz dedik ki, iş yerindəki yonqarı biz fırçanın köməyi ilə təmizləyirdik. Dülgər alətlərindəki yonqar qırıntısını isə taxta pazın köməyi ilə. İndi bəzən testlərdə bunları salırlar. Müəllimlərə çox şaşır ki, biz niyə fırçanın köməyi ilə dülgər alətlərindəki demək, yonqar qırıntılarını təmizləmirik? Ona görə ki, təmizləmirik. Çünki müəllimlər, ümumiyyətcə dülgər alətləri demək, onların bıçağı kəsici olur. Kəsici olduğuna görə ilk öncə onları düzdür. Verstaq üzərinə yerləşdirən zaman yan üstə qoymaq lazım. Bu doğrudur. Ki biz hərəkət etdiyimiz zaman qolumuz və yaxud da ki əlimiz həmin o bıçaq hissəyə dəyməsin ki, bizim əlimizə zərər yetirməsin. Bu bir. Bir də var ki, yonqar qırıntısı. Ümumiyyətcə dülgər alətlərindəki bıçaq. Biz bayaq nə dedik? Dedik ki, yonma zamanı bıçağı iti olan, yəni kəsici olan demək, yonucu alətlərdən istifadə edin. Dülgər alətləri misal olaraq göstərə bilərik rəndəni. Biz rəndənin bıçağına metal sizcə fırçanı vursaq necə olar? Onun bıçağı sizcə kütləşməz? Əlbəttə ki, kütləşər, yəni yaxşı kəsməz. Onun itiliyi də gedər. Ona görə olmaz. Ona görə də biz dülgər alətlərindəki yonqar qırıntısını taxta pazın köməyi ilə təmizləyirik. Yəni bunu bu şəkildə yadınızda saxlayın. Mən əminəm ki, çox müəllim bu hissədə qarışdırır və heç inanmıram ki, başa düşərək yazasınız. Bəzən olur ki, bir çox müəllimlər əzbərçi şəkildə yazır. Əzbərçi şəkildə də ümumiyyətcə bir situasiya gətirib versələr, orada da müəllimlər doğru bildiyində unudur. Ona görə müəllimlər çalışın, əzbərçi şəkildə yox, başa düşərək öyrənin. Yəni, burada əgər bizdə yonqar qırıntılarını özdə dülgər alətlərindəki yonqar qırıntılarını deyirsə, biz onu fırçanın köməyi ilə təmizləyə bilmərik. Çünki onun bıçağına həmin dəqiqə biz onu kütləşdirmiş olarıq.
Ona görə burada deyir ki, taxta pazın köməyi ilə təmizləmək lazımdır. Yəni bunu bu şəkildə izah etdim ki, sizin üçün daha aydın olsun. Müəllimlər, daha belə bir şey qalmadı. Düşünürəm ki, hər bir şeyi izah etdim. Düzdür, izah etdim, amma burada bir məqam var, onu da istəyirəm izah edəm. Bəs yonqarqıranın demək hansı hissələri var? Bıçaq hissəsi var. Hal-hazırda şəkillə 3-ə baxsanız, şəkil 3-də bir də göstərilib. Yəni bu yonqarqıranın hissələridir. Yəni bir də göstərilib hal-hazırda bıçaq, daha sonra 2-də yonqarqıran, 3-də bolt verilib, 4-də isə demək bıçağın kəsici tiyəsi. Elə bunu da ardıcıl şəkildə yadınızda saxlamağınız daha məsləhətlidir. Saxlayın, bıçaqla başlayır yonqarqıran. Bıçağın kəsici tiyəsi ilə bitir. Yəni yonqarqıran hal-hazırda şəkil 2-də verilib, boltu da ümumiyyətcə versələr, test əgər şəkillə birlikdə, mən bilirəm ki, bir çox müəllim yazacaq. Bolt xüsusilə asanlıqda o tapılacaq. Bəzən elə müəllimlərin çaşdığı məqam bu hissə olur ki, 4-dür, yoxsa 1-dir bıçaq. 1 bıçaqdır və bıçağın kəsici tiyəsi isə 4 olacaq, yəni sonuncu. 2 də artıq yonqarqırandır. Onu da bu şəkildə yadınızda saxlamağınız məsləhətlidir. Yəni müəllimlər, düşünürəm ki, bütün xırdalığına kimi sizə izah verdim. İnşallah hər birinizin nəticəsi ürəyiniz istəyən kimi olar. Hər birinizə uğurlar, hələlik.